Salam, hər vaxtınız xeyir olsun. Qaynana Gəlin kanalımıza xoş gəlmisiniz. Yaz fəslində çıxan təzə kələmlə hazırlanan dolmanın dadı da, ətri də tam başqa olur. Amma çoxları kələm bişəndə yayılan qoxuya görə narahat olur. Qaynanam isə bunun üçün çox sadə, amma təsirli bir üsul edir. İlk öncə qazana su qoyulur qaynamağa. Su qaynamağa başlayanda içinə biraz duz və təzə limon suyu əlavə edilir. Deyir ki, bu üsul həm kələmin ağır qoxusunun qarşısını alır, həm də yarpaqları daha yumuşaq və dadlı edir. Sonra təzə kələmi qaynayan suya salır və bir neçə dəqiqə saxlayır. İçliyi isə tam ev dadında hazırlanır. Çəkilmiş ətə quyruq, daha sonra isə soğan, yumru düyü, pomidor, təzə reyhan, sarı kök, duz və istot əlavə edilərək hamısı yaxşıca qarışdırılır. Reyhanın verdiyi ətir dolmaya xüsusi dad qatır. Yarpaqların ortasındakı sərt özəklər bıçaqla kəsilir ki, dolmanı bükmək rahat olsun. Qaynanam o özəkləri atmır, onları qazanın dibinə düzür. Deyir ki, dolmanın altı tutmasın, həm də dolma daha ləzzətli bişsin deyə bu üsulu edir. Bu köhnədən gələn çox gözəl mətbəx sirlərindən biridir. Daha sonra isə hazırlanan içlik təzə kələm yarpaqlarına sərgi ilə bükülür və qazana düzülür. Üzərinə biraz su əlavə olunaraq zəif odda bişməyə qoyulur. Bişdikcə yayılan o möhtəşəm qoxu bütün evi bürüyür. Belə ev yeməklərinin dadı da, bərəkəti də tamam başqa olur. Siz də yaz kələmindən dolma hazırlayırsınız, şərhlərdə yazarsınız.